Məncə mənim qəpiklərlə olan pullarım var. Nə ala bilərəm onu? 5 manatla ancaq bir sabah 5 manat panset almasın. Sonra getmişsiniz yəni mağazina 4 manat satırlar çoxlu. 4 manata satırlar, planşet satırlar. Mən dünənləri mağazaya getdim. Çipsi istədim. Anam mənə almadı. Mən nə etməliyəm? Ağlamaq istəyirəm. Nə edeyim? Ağlama. O cipsi ancaq sən yemə, meyvə ye. O cipsi ziyandır. Sən onda cipsi yeyəndə sənin dişlərin ağrıyacaq. Şokolad, sən də çox şokolad yeyirsən? Yox, ancaq belə yeyirəm. Mamam qoymur yeməyə, amma mən götürüb yeyirəm icazəsiz. Onda Nə edeyim? nə edəcəm? Meyvə yeyi çoxlu. Meyvə yeyim. Çox sağ ol. Mən meyvə yeyərəm həmzə. Sabahda ısqaraqlar birdən yeyər. Mən düz eləyirəm. Mən marketə gedəndə çoxlu şeylər almaq istəyirəm. Çoxlu şeylər. Düzdür bu hərəkət. Isqaraqlar. Şokolad almaq istəyirəm, çipsi almaq istəyirəm, oyuncaqlar istəyirəm. Anam isə deyir ki, olmaz belə etmək. Onda det meyvə tökür, sonra det iquşqa ay bir dənə hansını istəyirsən. Sonra Bir dənə ancaq. Çox götürə bilmərəm. çox tökürsə, onda sən bir manat pul versə, dedərsə maşına minərsən, pul tuta cəm edəcək. Yaxşı, mən daha icazəsiz hərəkət eləmərəm. Anamın sözünə baxaram mən. Hə? Çox sağ ol Həmzə. Şad oldum, məsləhətlərini eləyəcəm mütləq.